Deyirlər ki, dil bilməyəndə dərdi çox olur. Öyrənməyə başlayanda isə əziyyəti. Belədir. Nəticə istəyirsinizsə, əziyyət çəkmək lazımdır. Amma bir zamanlar mən söz vermişdim ki, mən hər şey edəcəm ki, hər kəs bu dili öyrənə bilsin. Və mən bunu edirəm. Hər gün axşam saat 12-də Azərbaycan saatı ilə bu səhifəmə abunə olursunuz. Axşam saat 12-də canlı yayıma gəlirsiniz. 1 saat boyunca 20-25 cümlə öyrənirsiniz. O cümlələr ki, gündəlik həyatınızda sizə lazımdır. Hər dəfə bir mövzuya aid cümlələri öyrənirik. Və bu keçdiyimiz cümlələrin daha çox faydasını əldə etmək istəyirsənsə, sadəcə bir tələbim var. Mənim ikinci kitabımı əldə edirsiniz. Qalan sizdən heç nə istəmirəm. Qeyd elədiyimiz WhatsApp nömrəsinə yazırsınız, kitabı əldə edirsiniz. Kitab elektron variantda olduğuna görə harasa getməyə, hansısa mağazaya getməyə, hardansa sifariş etməyə gərək yoxdur. Bizə yazırsınız, ödənişini edirsiniz və başlayırsınız. O kitabla axşam saat 12-də canlı yayıma gəlirsiniz, aktiv olursunuz və görün hansı nəticələr əldə edəcəksiniz. Tıxacda qalmaq lazım deyil, kurslara getmək lazım deyil, hər ay 100 manat, 150 manat ödəmək lazım deyil. Kitabım səhifəmə abunə olmağın və mütəmadi olaraq hər axşam canlı yayıma gəlmək. Vəssalam və gör ki, ay hansı nəticələr əldə edəcəksən. Kaş ki çoxdan başlayardım deyəcəksən. Heyif ki çoxdan başlamamışam deyəcəksən. Yəni mən bunu 11 illik müəllimlik təcrübəsi olan, bir çox kitabların müəllifi olan bir müəllimə kimi sənə qarantiya verirəm. Mən sənin gələcəyin üçün bunu edirəm. Bəs sən nə edirsən? Bəhanələrdən vaz keç, WhatsApp nömrəsinə yaz, kitabı əldə et. Axşam saat 12-də səni canlı yayımda gözləyirəm.